Xeyr. Hansı reaksiyadan alınan, deməli, hansı reaksiyadan alınan X maddəsi gümüş bir oksidi ammonyak məhlulunda reduksiya edir? Yəni, gümüş güzgü reaksiyası nəzərdə tutur. Burada da hansı reaksiyadan deməli, aldehid alınır və ya qarışqa turşusu alınır? Biz bilirik ki, aldehidlər bir də qarışqa turşusudur ki, deməli, hələ turşular keçməsək də deyirəm ki, yəni aldehidlərdir, bir də qarışqa turşusudur ki, gümüş güzgü reaksiyasına daxil olurlar. Birinci reaksiyadan hansı məhsullar alınacaq? Birincidən alınacaq, deməli, hidrogen, OH, su çıxır, yerdə nə qalır? CH3 xlor. Yəni, burada aldehid də alınmadı, qarışqa turşusu da alınmadı. İkinciyə baxıram, buradan mis çıxır və bunun içərisindən H2O-nu çıxardırıq. Bir dənə hidrogen qalır, bir dənə karbon qalır. Burada H2O-nu çıxsaq, burada da bir hidrogen qalır. Burada da bir nə qalır? Oksigen qalır. Yəni, fərq yoxdur, istəyirsən tərsinə belə yerini dəyiş. Əsas odur ki, aldehid alındığını gördük. Cavab D variantıdır. C-yə də baxaq. Oradan spirt alınacaq. C2H5OH. D-də mürəkkəb efir alınacaq. Su çıxır və mürəkkəb efir alınır. Y-də də deməli alınacaq etil xlorid. Hidrogen birinə, xlor birinə etil xlorid alınacaq. Və ya xlor metan fərqi yoxdur deyə bilərsiniz. Xloritan deyə bilərsən, etil xlorid də deyə bilərsən. Sonra 53 var. 53. Deməli 53-də nə deyir? Aldehid verilib. Bir atomlu birli spirtə qədər reduksiya olunduqda onun molekulunda sigma rabitənin sayı necə dəyişir? Bir atomlu birli spirtə qədər reduksiya olunduqda. Reduksiya olunduqda, yəni biz onu hidrogenlə reaksiyasını yazmalıyıq. Reduksiya reaksiyası odur. Baxaq. CN H2N plus 1 COH. Üzərinə gəlirəm. H2 əmələ gələcək CN H2N plus 1 COOH. Yox, əstağfurullah, bu oksidaşında CH2 OH. Aha. Bəli, burada ümumi atomdan bir vahid əskik. 3N plus 3'dür. Bir dənə budur. Daha doğrusu plus 4. 1, 2, 3, 4. Şu plus 4 qədər bizim ümumi atomumuz var idi əvvəl. Ondan bir vahid əskik, yəni 3N plus 3 sigma rabitə. Gəldi o birinə. Burada 3N üstə gələk. Deməli 3, 4, 5, 6. 3N plus 6 idi. Bir vahid əskik elədi. 3N plus 5 sigma rabitə. Gördüyümüz kimi 2 vahid 60 olacaq. Hidrogenin hesabına. Sonra 62 seç. bir mol yandıqda 4 mol karbon qazı əmələ gətirin və hidrogenləşdikdə ikili spirtə çevrilən maddənin formulunu tapın. Deməli, 4 mol karbon qazı əmələ gəlirsə, deməli bunun içərisində 4 dənə karbon atomu var. 4 dənə karbon atomu olan burada variant hansıdır? B də var, C də var, D də var, Y də var. Və hidrogenləşdikdə deyirsə, D-ni nəzərə ala bilmərik. Çünki D hidrogenləşmir, hidrogenləşmiş formadır. Bunu da atdıq. Qaldı B, C, Y. İkili spirt deyirsə, onda keton götürməliyik. Çünki birli spirtləri oksidləşdirdikdə, daha doğrusu aldehidləri oksidləşdirdikdə birli spirt, ketonları oksidləşdirdikdə isə ikili spirt alınır. Cavab Y variantı. Mən B-dən yazmışdım. Bildim. Axı, burada ikili spirt deyir. Birli spirt olsaydı, hə. Sonra
Aldehiddə 69 var. Orada Alt- gümüş oksit amoniyaklı məhluludur cavab. Bəli. Aldehidi propanoldan fərqləndirmək xüsusiyyəti odur ki, aldehidlər gümüş gölgü reaksiyasına daxil olur. Şeylər yox. Turşular, daha doğrusu ketonu da propanon deyir. Propon turşu, propanon, ketonlar yox. Ancaq aldehidlər daxil olur. Bir də turşular indi keçəndə görəcəksən, orada qarışqa turşusu da var, o da daxil olur. Qarışqa turşusunun natrium duzu var, o da daxil olur. Sonra 75 var. 75 pentan və formaldehidin ibarət qarışığın 10 qramını hidrogenlə reduksiya etdikdə qarışığın kütləsi 10,2 qram olur. Yəni 0,2 qram artır. Ondan sonra ilkin qarışıqda pentanın kütlə payını müəyyən edin. Formaldehidin hidrogenlə reduksiya etdikdə, ümumiyyətlə, bayaqların formulu yazmışdım ki, 1 mol H2 lazımdır. Götürürəm formaldehidin formulunu yazıram bura. HC, istəyir formaldehid olmasın, hansı aldehid olur olsun. Reduksiya üçün 1 mol H2 lazımdır. Bu zaman spirt əmələ gəlir. Alınır. Deməli, CH3 OH spirt əmələ gəldi. Sonra 10 qramını hidrogenlə reduksiyada qarışığın kütləsi 10,2, yəni 0,2 qram artıq olur. Hidrogenin kütləsi qədər artım deməkdir. Yəni 2 qram, bizdə görürük ki, əslində hidrogen kütləsi 2-dir, 2 qram artım olur. 2 qram artım olanda 30 qram deməli qarışqa turşusu reaksiyaya girir və 0,2 qram olanda nə qədər qarışqa turşusu reaksiyaya girəcək? Bu da eləyir 3 qram. Yəni 10 dəfə az. Qarışıq da ümumən 10 qramdır. Onun 3 qramı aldehiddirsə, 7 qramı deməli pentan imiş. Pentanın kütlə payını istəyir. Yəni 7 bölək 10, vuraq 100, o da eləyir 70%. Yəni istənilən aldehidi reduksiyasında 1 mol H2 lazımdır, o da 2 qramdır. Başa düşdü? Bəli, bəli. Sonra 81 var. Deməli, 81-ci sualda nə deyir? Platin ferium duzları iştirakında, deməli, burada alınan X maddəsi kupru mühasirə reaksiya daxil olduqda hansı maddə alınır? Oksidləşib hansı maddə alınır? Buradan alınacaq aldehid. Deməli, hansı aldehid alınır? CH3 bir dəqiqə. Aldehid alınır, qarışqa aldehidi. Onu da oksidləşdirəndə sirkə turşusu 2 dənə içərisində karbon var. Bu dərslikdə olan bir reaksiyadır. Oksidləşəndə belə alınır. Sonra 86. Deməli, 86. Bir dəqiqə. X, Y, Z xəttləri CnH2n plus 1 CHO tərkibli aldehidlərdə hansı atomların sayının N-in qiymətindən asılılığını əks etdirir? Atomların sayının N-in qiymətindən. Aha. İndi baxaq görək. Məsələn, biri dəyişmir. Nədir dəyişməyən? Aldehidlərdə ondan bir dənədir dəyişmir. Nədir? Tamam. Oksigendir də. İçərisində bax. Oksigen. Hamısında lüboy aldehid götür. İstənilən. Hamısının içərisində bir dənə oksigen var. Deməli, bu Z oksigendir.
Sonra baxırıq. Deməli, bir dənə oksigen var. Y-ın sayı neçə dənədir? 1-dən 4-ə kimi artır. Bu isə 2-dən 8-ə kimi artır. Birdən Bu başlayıb 4-ə x qurtarır. hidrojen olur da. En çok artan x olur. Məsələn, istəniləni götürək. Deyək ki, götürürəm. C2H5 COH. Bu C3 H6O. Ən çox artan, yox. Oksigen dəyişmir ki, necə var qalır. Ən çox artan hidrogendir. Mən artım bu Evet. 8 dənə olan X hidrogendir. 8-dən 2 çıxıram 6. Elə boy toç eyni yazmışam. Y-daki 4-dən 1 çıxıram 3. Bir dənə karbon. Deməli, X hidrogendir, Y-daki karbondur. Ha. Dəyişməyəndəki oksigen. Sonra Ne 94'ü başa düşmedim. Ben hatırlıyorum. Yazamamıştım. 94. Deməli, gümüş bir oksidin ammoniakda məhlulu ilə 94. Yəni biz bunu əslində geçmişik alkinlərdə də. Mis bir xloridin ammoniakda məhlulu ilə orada reaksiyon keçmişik. Sonra rəngsizləşdirməni də keçmişik. Deməli, alkinlərdə əgər 3 qat rabitə ən kənarda yerləşirsə, yəni məsələn butin 1, pentin 1, yəni birinci karbon atomuna birləşirsə 3 qat rabitə, bir dənə hidrogen atomu kənarda heç olmasa yerləşirsə, onda kənardakı hidrogen atomu 3 qat rabitəyə birləşmiş hidrogen atomu metaldan əvəz oluna bilər. Mis bir xloridin ammoniakda məhlulu ilə girsə və ya orada natrium metalı ilə ammoniakda məhlulu, məsələn, argentium dioksidin ilə ammoniakda məhlulu istənilir. Məsələn, götürürəm CH 3 qat rabitəsi CH3. Yəni bu mis bir xloridin ammoniakda məhluluna reaksiya girsə, kənardakı bu hidrogen 3 qat rabitəyə birləşmiş əvəz olunacaq. Deməli, misdən koprium karbid, yəni karbon burada C, CH3. Buradan hidrogen çıxır, xlordan birləşir. Buradan da H xlor çıxmış olacaq. Bu belə. Deməli, bu aiddir deməli alkinlərə. Ancaq bunu alkinlərdə görə bilərsiniz. Alkinlərdən reaksiyaya girir, ancaq Y aiddir. Y-ı alkin olaraq seçməliyik. Ya B-dir, ya Y-dir. Sonra deyir ki, X gümüş bir oksidin ammoniaklı üstə məhluluna reaksiya girir. Təbii ki, bu etanaldır. Yəni aldehidlərdir ki, gümüş bir oksid ammoniaklı üstə məhlulundan oksidləşərək turşular əmələ gətirir. Etanol yox, etanal. Ona görə B variantını seçmiş olacaq. Bromla reaksiya isə həm Y, həm Z reaksiya daxildir. Bəli, bu butin də girir, etin də girir. Onun dəxli yoxdur. Əsas ki, bir rabitə olsun. O qırılsın, bromlu suyu rəngsizləşdirsin. Başa düştüm. Sonra Ve 102 var. deməli 102-də nə deyir? 102-də deyilir ki, 2 metil propanal üstə gələnimiz HO oksidləşdirmiş 2 oksidin iştirakında nə istəyir görəsən? R1-2 radikalların birləşməsindən alınan maddənin üçün nə doğrudur? 2 metil propanal deyir. Biz 2 metil propanalın gəlin formulunu yazaq üstündə. Propanal deyir 1, 2, 3. İkinci 2 metil deyir. İkinciyə metil qrupu qoyuram.
Şu 2 metil propanal. İndi mən bunu almaq üçün bir karbon atomu var burada. O bir karbon atomları yoxdur. Özdə bu nə radikalına oxşuyur? 3 dənə karbon atomu var. İzopropildir. Propil olsaydı birbaşa olardı butanal. Yəni 2 metil propanal yox, butanal. 3 dənə karbon yan-yana dayanardı. Sonra bir dənə də aldehid qrupu. Amma burada 2 metil propanal deyir. 3 dənə deməli ən uzun zəncirdə 3 karbon atomu. Aldehiddən başlayırıq nömrələməyə. 3 dənə ikinci metil birləşib 2 metil propanal. Deməli bizim radikalımız 3 karbon atomundan ibarət olan izopropil radikaldır. Çünki burada C aldehid qrupun tərkibində daxildir ki, orada H2 şəklində çıxır. Mis çıxır. Buradan su çıxır. Mis çıxır. Nə qalır burada? Mis qalır. Daha doğrusu karbon qalır. Oksigen qalır. Və buradakı hidrogen qalır. Çox. Deməli, R1 radikalımız nədir bizim? İzopropil radikaldır. Bura qədər başa düşdün? Bəli. İndi keçirik o birinə. O birindən oksidləşib metil üçlü butil keton alınır. Metil üçlü butil. Metil var. Keton buradan çıxacaq. H2O. Bax, buradan H2O çıxacaq. Oksigen də gələcək ortaya. Mən bunu buradan yazıram. Metil qrupu bir tərəfdə var. Sonra üçlü butil deyir. Bura karbon qoyuram. Sonra bunu bu qıraqdan yazım ki, burada birləşir. Metil, üçlü butil. Bu tərəfə üçlü butil radikal qoyuram. CH3, CH3, CH3. Üçlü karbon atomuna malikdir və keton. Bəli, buradan HOH su çıxacaq. Mis çıxacaq. Mis çıxır. Su çıxır. Bir də belə bir keton əmələ gəlir. Misin yanında oksigen var. Oksigen gəlib bura mərkəzə birləşir. İndi deməli o biri radikalımız nədir bizim? O biri radikalımız üçlü butil radikalıdır R2. Birbaşa C qoyuram. CH3, CH3. Bu da üçlü butil radikalı. Alınan maddə üçün nə doğrudur deyir. Ən uzun karbon zəncirini seçirəm. Radikal yaxın olan tərəfdən nömrələyirəm. Bax, belə baxıram ən uzun zəncir. Niyə yuxarıdan gəlmədim? Yuxarıdan düşəndə belə aşağı. Bura bir radikal birləşib, amma aşağıdan qalxanda 2 radikal birləşib. Əgər məsafə eynidirsə, şaxənin məsafəsi, yəni metil qrupları, şaxə çox olan tərəfdən nömrəlirsən, yəni aşağıdan başlayacağım. 1, 2, 3, 4. Bunun adı nədir? 2, 2, 3, trimetil, deməli butan. N heptandır, səhvdir. 2, 2, 3 trimetil butandır. Düzdür. Molekulunda 16 sigma rabitə sp3s hesabına yaranıb. sp3s hesabına olsa bunlar hamısı sp3s hesabına yaranıb. Birinci baxaq görək neçə karbon atomumuz var. 1, 2, 3, 4, 5, 6, 7. Bu eləyirsə 7. H 16, 14, 2, 16. 1, 2, 3, 4, 5, 6, 7. 7, H 16. So, 16 dənə sp3s hesabına yaranıb. Bu doğrudur. Adi şəraitdə maye haldadır. Biz nə demişdik? Dedik ki, 5'ə kimi qazdır. 5-dən sonra mayedir. Deməli, 2 də doğrudur, 3 də doğrudur, 4 də doğrudur. Hər iki gedirik. Molekulunda 16 hibrid hal var. 16 hibrid hal olması üçün 4 karbon atomu olmalıdır. Bizdə görə nə qədər karbon atomu var? Düz deyil. 4 birli karbon atomu var. Birli karbon atomu sayını sayırıq. 1, metillərdir. 2, 3, 4, 5. 5 dənə birli karbon atomu var. Səhv. Deməli, bu olacaq 2, 3, 4. Neçədir bu? 102. Hə, 102, 2, 3, 4. Ben yazaq.
Sonra başa düşdün sən bunu? Bunu başa düşdüm. Bir dənə şey ayırd eləyəmirəm. Ketonla aldehidin quruluşu eynidir da. Onu verəndə mən nə tər Formula, ayırd eləyim? formula eynidir. Ketonda keton karbonil qrupu var belə. Təkcə karbonil. Aldehiddə isə aldehid qrupu deyirlər də buna. CO-dan H1-dədir. Bəli, bəli. Yəni burada ketonda hidrogenin əvəzinə olur hansısa bir qrup deyək, metil qrupu. Sonra 114. sonra deməli 110. 114. 114 baxaq görək. Eyni mol miqdarda götürülmüş etanol və propanol qarışığına artıq miqdarda gümüş piroksidin amoniaklı məhlula təsir etdikdə 86,4 qram gümüş ayrıldı. İlkin qarışıqda propanolun kütləsini hesablayın. Götürürəm bir dənə propanol. Bir dəqiqə. Belə böyüdüm. Ağ yerimi çox olsun. Etanol. Propanol. Eyni mol miqdardayır. Burada A qoyuram, A qoyuram. Gümüş piroksidin amoniaklı suda məhlulu. Hər ikisinə təsir edirəm. Buna da ayrıca əmələ gələcək. CH3, COOH. Bu da 2 mol gümüş. Amma A'dır deyə hamısının qabağına A qoyuram. Burada 2A eləyəcək. Gəldim bura. Bu da eynən gümüş piroksiddən təsir etsəm. CH3, CH2, COOH. Buradan alınca 2 dənə də argentium. Qabağına A qoymuşam. Burada A eləyir. Burada 2A eləyir. Cəmi 4A qədər buradan ayrıldı. 4A gümüşün də kütləsi 108'dir. Vuraq 108 bərabərdir 86,4. Çünki cəmi cümlətanı ayrılan argentiumların kütləsi 4A qədərdir mol miqdarı. Onu da vursam vurmalıyam 108'ə. Çünki deyir ki, orada 86,4 qram gümüş ayrıldı. İndi nə edirik? 108 vuraq 4 neçə eləyəcək? 432. 432A bərabərdir 86,4. Sonra 86,4'ə böləndə 432'yə 2 mol 0,2 mol eləyir də. 0,2 mol eləyir. Deməli, bu eləyəcək 0,2. 0,2 mol bundan götürülüb, 0,2 mol bundan götürülüb. Yəni hamısı 0,2. İlkin qarışıqda propanolun kütləsi istəyir. Yəni bax, bunun kütləsi istəyir. Propanolun özünün kütləsi 58'dir. Yəni 58 vuraq 0,2. O da eləyəcək neçə? 58'i də 0,2'yə vuranda eləyəcək 11,6. Aydın oldu. Hər birinin mol miqdarını deyir. Bax, nə dedi onu yazdım. Eyni mol miqdarı deyir. Hər birinin qabağına A mol qoyuram. Burada A mol reaksiyaya girirsə, reaksiyadan sonra da A mol həm uyğun turşu, eyni zamanda 2A qədər argentium. Bizə argentium lazımdır. Çünki argentiumun kütləsi verilib. 4A mol eləyir. Bizdə kütlə ilə verdiyinə görə həmin o A molda kütləsinə vururuq. 4A vuraq 108 bərabər 86,4 oradan tap. Sonra Bir də axırıncı 122 var. 122. 122
Deməli, alkan verilir. Alifatik keton. Alifatik yəni ki, şeydə sikli yoxdur. Sikli yoxdur, yəni. Əslində deyə bilərsən ki, mənim elə bir aldehidlərə rast gəlməmişik axı, amma var. Sikl olub, hətta burada aldehid qrupu olan birləşmələr var. Amma yaxşı ki, orta məktəb dərsliyində bu keçirilmir. Bu belə. Alfatik yəni ki, sikl olmaz. Doymuş alfatik aldehid. Adi aldehiddən bildiyimiz aldehiddən söhbət gedir də. Doymamış ola bilərmi? O da ola bilər. CH2, CH, COH. Bu vinildir. Bu da aldehid qrupudur. Buna akrolein deyirlər. Yəni o da yaxşı ki, sizə düşmür. Bunu da sildik. Yəni bu doymamış var. Qapalı var. Ona görə də sən elə bildiyin normal doymuş alfatik aldehidlərdən söhbət gedir. Kütləsidir, eynidir. Homoloji sırada 7. Yeri 7-cidir. Alkanın elə ilk nümayəndəsi metandır. 7-ci deyirsə elə C7H neçə eləyəcək? 16. Baxın, bura alken yazılsaydı, homoloji sırada yeri 7 yazılsaydı, ikincidən başlayacaqdın. Ha. Çünki alkenlərdə C2H4-dən başlayır. Bir vahid çox. Yəni burada C8H16 yazardı. Bax, yadından çıxartma. Çünki yeri deyirsə, məsələn, sikloalkan saydı, üçüncü nümayəndədən başlayırdı o. Onda gələndə gərək 2 vahid artıq eləyərdi. Yəni ona görə mütləq şəkildə ona baxmaq lazımdır. Hal-hazırda yaxşı ki, bizdə alkandır. Yəni, amma mən hər ehtimala qarşı olaraq biləsiniz. 12 vuraq 7, 84 eləyir. Onun da üstünə 16 gəlirəm. Bu elədi 100. Deməli, bu C7 H16-nın kütləsi elədi 100. Doymuş alfatik aldehid CN H2N O-dur. Məsələn, CH3C OH götürsəm C2H4O. Görür ki, CNH2N O kimi də biz bunu yaza bilərik. Yazıram burada 14N bərabərdir. 100-ə bərabərdir də bu. Hər birinin kütləsi görürsən eynidir. Bu da 100, bu da 100. 100 çıxaq 16. Çünki oksigen kütləsi var 16. Oradan da 14N bərabərdir 84. 84-ü də bölərəm 14-ə, eləyəcək 6. Deməli, N bərabərdir 6. Doymuş aldehiddə. Homoloji sırada yeri elə ilk nümayəndəsi başlayır formaldehiddən. Homoloji sırada yeri eləyəcək neçənci? 6-cı. Bu heç. Ketonun homoloji sırada. Ketonun ilk nümayəndəsi asetondur da. Mütləq şəkildə 3 karbon atomu olmalı ki, ortaya bu C10-u yerləşdirə bilim. Karbon qrupunu. Deməli, burada 6 karbon atomu varsa, neçənci nümayəndəsidir? 3. İlk nümayəndəsində 3 dənədir. İkinci nümayəndəsində 4 dənə. Üçüncü nümayəndəsində 5 dənə. Deməli, birincidə 3 dənə. İkincidə 4 dənə. Üçüncüdə 5 dənə. Dördüncüdə 6 dənə. Deməli, bu dördüncü nümayəndəsi eləyəcək. Nə istəyir bizdən? X-dən Y-ın cəmini istəyir. Bu da eləyir 10. Başa düşdüm? Bəli. Var, sağ olun. Xeyr, qurtardı. Deməli, mən 4-cü gün onda verərəm sənə sınaq. Bilmirəm, bugün Hansı? aldehid ketonlara aid 15 suallıq quiz. Hə. Görüm necə mənimsəmsən. Nəyə görə deyirəm? Bugün çünki xəbərdarlıq eləməmişdim. Uşaqlara deməmişdik. Qabaq vermirəm də. Sonra sözləri olur ki, müəllim siz də deməmişdiniz, biz hazırlaşmamışıq. Əslində dərsimiz aldehid və ketondur. Yəni ki, hazırlaşmısan yəqin ki. Buna hər ehtimala qədər istəyirsən bugün verim, istəyirsən hazırlaş 4-cü günü verim. 4 verin. Yaxşı. Belə.
İndi bugünkü dərsimiz olacaq karbon turşuları.